Ağlım, sən mənə deyirəm, Türkiyənin ən məşhur turizm şəhərlərindən biri hansıdır? Trabzon. Trabzonda hansı göl yerləşir? Uzungöl. Uzungöl, doğrudur. Bəs Trabzona yaxın yerləşən rayon hansı idi? Çaykara. Çaykara, əla. Sən mənə deyirəm, Trabzonda niyə turizm inkişaf edibdir? Tarixi abidələr, sonra Muzeylər, istirahətlər çox olduğuna görə inkişaf edir. Dünyada əhalinin sayına görə birinci yerdə olan ölkə? Hindistan. Bəs ikinci yerdə olan? Çin. Çinin ən çox əhalisi olan şəhəri hansı idi? Şanxay. Şanxay. Bəs Çinin hansı okeana çıxışı var? Sakit Okeanı. Sakit Okeana. Şanxayın əhalisi nə qədərdir? 28,4 milyon. 28,4 milyon. Bəli, doğrudur. Bəs Şanxay şəhəri hansı çayın sahilində yerləşir? Yansız. Yansız, əla.